Salam əziz treyderlər və investorlar. Səninlə Sistem Guru Markets şirkət haqqında ümumi məlumatla başlayırıq. Biraz daha hər bir parametri biraz daha ətraflı nəzərdən keçirəcəyik. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sizi təşkilatın bütün göstəricilərini daha diqqətlə öyrənməyə dəvət edirik. İndi biz şirkətin cari fundamental göstəricilərini müqayisə edəcəyik. Pfizer Inc. Ticker PFA. Bu icmal 22 mart 2025-ci il tarifinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Pfizer Inc. alt kateqoriyaya aiddir. Parma Holding müqayisədə 111 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonunda sifarişlər cədvəlini görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan 8 bal. Alt kateqoriya üzrə orta qiymət 1,2 bal. Geniş baxsanız, ümumilikdə bütün ABŞ fond bazarında. Qeyd edək ki, ABŞ fond bazarı üçün ümumilikdə orta nəticə 1,9 punkt təşkil edir. Şirkətin 8 bal göstəricisine qarşı Pfizer Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətinin müqayisəsi Pfizer Inc. və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik. Pfizer Inc. -4,8% dəyişmə göstərdi. 7,4% alt kateqoriyası üzrə qiymət dinamikasına qarşı. Bu açıq aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Təşkilatın bazar kapitallaşması Pfizer Inc. 149,11 milyard dollar dəyərində qiymətləndirilib. Və alt kateqoriyanın kapitallaşması 3,178 milyard dollardır. Pfizer Inc. 4,692% paya malikdir və alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 87,94 milyard dollar təşkil edir. Və alt kateqoriyanın kapitallaşması 492 milyard dollardır. Pfizer Inc. payı 17,858% təşkil edir. Bazar və balans dəyərinin işğal edilmiş səhmlərini müqayisə etdikdən sonra aşağıdakıları görürük. İşğal olunmuş pay Pfizer Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 4,692% təşkil edir. Balans dəyəri 17,858% təşkil edir. Bu, bazar kapitallaşma payında 281% artım deməkdir. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi yaxşı, 1 bal. Tədqiq olunan təşkilatın maliyyə öhdəlikləri 66,865 milyard dollar təşkil edir. Kapitallaşmaya olan borc şirkətin kapitalının 76%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsi üzrə nəticə dözümlü 0 bal. Şirkətin bazar qiymətinin mənfəətinə qalığı 18,6. 42,9 alt kateqoriyada orta göstərici ilə bu alt kateqoriyadan 57% aşağıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar dəyərinin mənfəət göstəricisinin qiymətləndirilməsi çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 8,23 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 12,311 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 53,4% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə təxmin edilən gələcək mənfəətin qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 2,3-dür. Alt kateqoriya üzrə orta göstərici 5-dir ki, bu da alt kateqoriyadan 54% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar qiymətinin onun gəlir göstəricisinə qiymətləndirilməsi yaxşı, 1 bal. Son 12 ayda gəlir 63,650 milyon dollar olub.
Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq $97,670 milyon olacağı gözlənilir. Bu, indikindən 53% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin qiymətləndirilməsi yaxşı, 1 bal. Satış marjası 12,6%, alt kateqoriyada isə orta hesabla 11,6% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 1%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 9,84% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 94% çoxdur. Və bu, şirkətin səhm qiyməti arasındakı uyğunsuzluğu əks etdirir. Pfizer Inc. daha çox qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən kapitalın məbləği $1840,000 bərabərdir. Alt kateqoriyada isə $3563,000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 48,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının miqdarının qiymətləndirilməsi yaxşı, 0,5 bal. Bir işçiyə düşən mənfəət məbləği $99,000-dır. Alt kateqoriya üzrə orta qiymət $83,100-dır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 19% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkət işçisinə düşən gəlirin payı $786,000-dır. Alt kateqoriyaya görə $715,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 10%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkət işçisinə düşən satış həcminin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Satışa çıxarılan səhmlər 1,7%, alt kateqoriya orta hesabla 1,5% təşkil edir. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Göstərici rəası 14 şirkət üçün %52 səviyyəsini göstərir. Pfizer Inc. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14,52% təşkil edir. Texniki baxımdan alt kateqoriyadakı səhmlərlə təxminən eyni qiymətləndirilir. Pfizer Inc. Şirkətin cari səhm qiyməti təxminən $26,27. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $30,38. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 16%dir. Hamı üçün əlçatan olan sifariş cədvəlinə keçək, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm məlumat və arayış sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin təhlilinə əsaslanır. Pfizer Inc. Yardım sistemi Guru Markets qərar qəbul edilir. $26,28 qiymətində alış ticarəti açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə modelinə, AKİMin indeksinə əsaslanır. Mənfəət götürmək 27,92 səviyyəsində müəyyən edilmişdir. Stop loss 24,64 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra əməliyyat 21 aprel 2025-ci il tarixində sessiyanın sonunda müstəqil olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker, UNSM, balans satış sifarişi olacaq. Balanslaşdırma qaydası ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb.
Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Digər sifariş cari qiymətlə müəyyən edilir. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun Guru Markets. Hamınız həqiqətən də ən gözəl tamaşaçılarsınız.